Allahın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Bugünkü günü mən nədən heç danışmaq istəyirəm də özüm də bilmirəm. Amma bilərəkdən də danışacağım ki, bu sosial şəbəkələrdir, televiziya kanallarıdır. Bunların məqsədi, fikri nədir? Onu öyrənmək istəyirəm. Niyə bu? Deməli, bu boyda Azərbaycan xalqının nə problemi var, nə dərdi var, nə səri var, nə acı var, nə yalavacı var. Hə, hamıdan xoşbəxt insanlar bizik, çox şükür ilahinin böyüklüyünə. Verilişlərə baxırsan bir-birindən rəngarəng. Nə qədərlə rəqs olar, nə qədərlə şou proqramlar olar, nə qədərlə razrezi belindən olan xanımlar göstərilər. Elə bil ki, sərgiyə qoyulublar. Hamısı, bütün kanallarda, sosial şəbəkələrdə. O qızın adı nə idi? Biri rəqs eləyir bütün kanallarda. Razrezi düz budundan. Hə, gözəldir, qəşəngdir. Bunu kimə göstərirlər? Bunu kimə təbliğ edirlər? Qəşəng də rəqs eləyir. Rəqs eləyirsən, Allah hamımıza toy nəsib eləsin, xeyir işlər nəsib eləsin. Orada elin. Yoxsa bu sosial şəbəkələrdə, televiziya kanallarında bu təbliğ eləyib kimi ayıldırsınız? Körpə-körpə uşaqları mı? İndi görürsünüz ki, cavan qızlar, oğlanlar heç bir valideyni eşitmir. Hər kəsən öz başınadır. Görürlər ki, onlar nə qayırırlar. İndiki cəmiyyət də belədir. O yolunda gedirlər. Nə qədər nə deyim, şou proqramlar olar. Bir heç olmasa bu şəhidlərimizdən, qazilərimizdən, nətər xəstələrimizdən, xəstələr uşaqları qoyurlar, yardım istəyirlər. Onlardan bir danışın, söhbət eləyin, yazılı bir yardım eləyin. Bu boydana xalqımız var bizim. Neft ölkəsiyik, qaz ölkəsiyik, nə bilim, nə ölkəsiyik. Hər şeyimiz var. Amma bizim millət niyə acından ölsün? Elə 1 milyon əhalidən ibarətdirmi Azərbaycan xalqı? 1 milyon əhalisi yaxşı yaşasın. Və yaxud da elə çılpaq xanımlardan, xanım demərəm, mən ağzım gəlməz mən xanım deyəm. O çılpaq qadınlardan mı ibarətdir bizim Azərbaycan xalqı və yaxud da o, nə deyirsiniz, o oğlanlardan ibarətdirmi ki, bizim belə kişilərimiz, qadınlarımız budur mu? Axı biz belə xalq deyirik. Bizə dünya baxır axı. Bütün dünyada bu dəqiqə ən axırıncı yer tutan Azərbaycan xalqıdır. Hər tərəfdən. Nə qədərinə barlar açılar. Barlar açılınca nə olar? İş yerləri açın, fabrik açın, zavod açın rayonlarda. Cəmaət hamısı təpilib Bakıya. Bakı çökəndə birdən çökəcək. Bu fabrikdə, zavodda işləsin, bu fəhləçilik eləsinlər, iş tapsınlar da. Fəhləçiliklə də Bakıya gedirlər işləməyə. Niyə? O Sumqayıt yolundakı açılan barlar var, otellər var ha. Onların əvəzinə fabrik zavod açın rayonlarda, qoyun işləsin də bu cavanlar da. Başları qarışmır, bekarçılıqdan pis yollara düşürlər. Nə qədər də qızlarımız oğurlanıb, gəlinlərimiz itkin düşüb. Uşaqlarını atıb qaçırlar. Niyə? Hara qaçırlar? Elə ömür, elə 5 aylıq, 3 aylıq bir illikdir mi? Mən danışanda özə deyirlər ki, niyə danışırsan? Axı mən baxıb görürəm ki, bizim millətə yaraşan haqq hesab deyir bu. Bizim bu cavan uşaqlarımız indi, ailən uşaqlarımız baxır sosial şəbəkələrdə görür ki, millət hamısı soyunub lütkəzir. Nə var ki burada? Biz də danışanda deyirlər ki, geridə qalmışsınız. Elə bilirlər ki, elə beləncə həyat budur. Bizim ismətli xanımlarımız var. Heç o ziyalı xanımların heç biri mən görməmişəm ki, çılın-çılpaq gəzsin. Hamısı öz işində, gücündə. Nədir o, nə olubun? O qızın adı yadından çıxır, Qumral da adı nədir? Bütün sosial şəbəkələr oy verir rəqsin. Onun atası baxmırmı o, anası baxmırmı o, əri, qardaşı, bacısı, qohum əqrəbəsi yoxdur, görmür, nədir bala, nə olub? Və onun timsalında başqa qızlarımız. Sıraya düzülürlər o sosial şəbəkələrdə, hələ televiziya ekranlarında. Orada hamısı elə bir ki, kimsə bunları bəyənəcək, aparacaq. Elə bir sərgi salonudur. Əsəbləşdiyimə görə bağışlayın, sağ olun, salamat qalın.